Bunun üstündə hesablasaq, meyvəni, tonajını hesablasaq, hərəsinin üstündə 5 dənə meyvə saxlasaq, demirəm ki, ola bilsin. Getirməyinə gətirəcək, amma biz saxladığımız. Bəli, seyretmə aparıb, elə bu da var ki, 25 dənə gətirir. Bəli, 25 tumurcuq varsa 25-i də tutur. Seyrədi 5 dənə saxlayacaq məsəl üçün. Bu 20 budağı 20-ni 5-ə vuranda 100. 100 dənə meyvəni 200 qram hesablasaq, kontekst çeşidi mən ölçmüşəm 80 kalibrli meyvəni. Yaxşı qulluq getmişdi. 250 qram qaldı çəkisi. 250 qrama kimi gəlir. 200-dən götürür. 200 qramdan sirin çəksə 70 kalibr, 80 kalibrlə 100 dənə meyvəni 200 qramdan nə qədər eləyir? 20 kilo. 20 kilo eləyir. Halbuki o da çoxdur bunun üçün. Halbuki bunun məsəl üçün tam simit çatmayıb, çox var simit çatmağa. 20 götürməyə 15 normaldırmı? 10 kilo da normaldır. Normal. Bu cür ağac 10 kilodan, bəli. Üçüncü yarpaq üçün normaldır. Bəli. Üçüncü yarpağa gedəcək, 2 adam olub. 10 kilo normaldır götürə bilsə, normal kalibrlə 10 kilo normaldır. Ancaq 15 kilo götürsə lap əla, yaxşı olar. Bəli, 2 illik ağac var. İl söhbəti ilə danışırıqsa, illə ağac var ki, 2 ilə tam simə çatır. Simlə yuxarıda gedir. Bəli. Buna rahat bir enli 2 metr qalıb boyuna görə. Onu hesablasaq, bəli, 2 illik ağac tam simə çatıbsa, ona biz 25 kilo yükləyə bilərik, 30 kilo yükləyə bilərik. Tamam. Ağacın boyuna baxıb biz meyvə yükləyirik ona. Yəni boyuna. Nə olsa ki, bu 2 illik ağacdır, bunun üstünə 30 kilo yükləməklə düz gəlmir axı. Bu böyükdən deyil bunu. Maksimum 50 kalibr olacaq bunun üstündə. O da bağban üçün sərfəli deyil onu satmalı, bir qiymətli bir şey deyil. Ağac da qocalacaq. Aldım, satdım. Bəli. Yəni xərclədiyim maya dəyərini gücləndirir. Bəli. Ağac da qocalacaq, gələn üçün təzə budaq da olmayacaq onun üçün. Tamam. Ağacın boyuna baxıb, nə boyda zoğlanıbsa, ağacın boyunu belinə baxıb, ona uyğun meyvə saxlayırıq. Fərqi yoxdur, ola bilsin 3 illik ağac da bu boyda ola bilər. Zəif qulluqdan asılı ola bilər. Zəif ağac bu boyda ola bilər. 3 illik ağaca nə qədər meyvə yüklənirsə, biz o qədər meyvəni yükləyə bilmərik buna. Çünki ağac özü balacadır. İnkişaf güclü getməyib. Ona uyğun boyuna nəsə, ağacın boyu hara kimi inkişaf edibsə, ona uyğun meyvə saxlayır. Bunun üstündə 15 kilo idealdır mənim üçün. Ancaq bu cür ağaclar üçün böyük ağac. Bunun üstündə üçün 20 kilo yükləmək olar, bəli. Böyük ağac. Bu biraz güclü inkişaf edir. Çatıb da yəni. Təxmini çatıb, bəli, biraz qalıb, simi çatıb. Ona 20 kilo, 25 kilo meyvə yükləmək olar. Bəzi hissələrdə də simi də keçib. Bəli, keçən yerlər var. Yəni biz ağaca baxıb budamanı da eləyirik. Bəli. Yəni eyni il olsa belə, məsələn torpağından falan asılı olaraq yəni dəyişiklik ola bilər və biz ağaca görüb baxıb budamanı da eləyirik və meyvəni də tonajını da təyin etməliyik. Bəli. Ağaca baxıb, tumurcuğuna baxıb, ağacın gücünə baxıb meyvəni təyin edirik. Tamam Cəmal bəy, təşəkkür edirəm. İndi izləyicilərimizin kimin nəsə sualı olar, təklifi olar, yəni şərh bölümünə yaza bilər və biz də məmnuniyyətlə oxuyub bacardığımız qədər cavablandırmağa çalışarıq. Və dəyərli izləyicilər, izlədiyiniz üçün təşəkkür edirəm. Kanala abunə olmağı, bəyənib paylaşmağı unutmayın. Növbəti videolarda görüşənədək.